təhlükə yaradan təbiət hadisələri Son illərdə dünyada informasiya kommunikasiya texnologiyalarının çox böyük sürətlə və davamlı inkişafı kompüter texnikasının daim yenilənməsinə səbəb olur. Kompüter texnikası vasitələri hansı sürətlə yenilənirsə, istismarda olan kompüterlər də həmin sürətlə mənəvi cəhətdən köhnəlir. Bu da əlbəttə istifadəçilərin artan tələbatının ödənilməsinə problemlər yaradır. Məlumdur ki, informasiya texnologiyaları çox yüksək sürətlə inkişaf edir və informasiya texnologiyalarında əsas özəyini kompüter təşkil edir. Və kompüterlər keçən əsrin 40-cı illərindən meydana çıxıbdır və bu kompüterlər müxtəlif nəsilləri keçibdir. Yəni, onun element bazası dəyişdikcə onun imkanları da artıbdır, sürəti də artıbdır, yaddaşı da artıbdır və s. Ona görə də kompüterlər ümumiyyətlə informasiya texnologiyalarının əsas lokomotividir. Kompüter inkişaf etdikcə əlbəttə ki, başqa imkanlar meydana çıxır, informasiya texnologiya daha böyük imkanlara malik olur və get-gedə təbiidir ki, o demək tətbiq olunur. Hesablama texnikasının inkişafının ilkin mərhələsində kompüterlərin fiziki ölçüləri çox böyük, qiyməti isə olduqca bahalı idi. Bu da vətəndaşların onlardan fərdi qaydada istifadə etməsini məhdudlaşdırırdı. Ona görə də əvvəllər kompüterlərdən əsasən dövlət təşkilatlarında, təhsildə və elmin bir sıra sahələrində istifadə olunurdu. 1960-cı illərdə integral sxemlərinin meydana gəlməsindən sonra kompüter texnikası böyük sürətlə inkişaf etməyə başladı. 1965-ci ildə Intel firmasının yaradıcısı Gordon Moore empirik olaraq göstərdi ki, integral sxemlərdə yerləşən tranzistorların sayı hər 18 aydan bir 2 dəfə artır. Bu da öz növbəsində hər 18 aydan bir kompüterlərin məhsuldarlığının 2 dəfə artmasına və qiymətinin 2 dəfə ucuzlaşmasına səbəb olur. Dünyada artıq kompüter bazarında, informasiya texnologiyaları bazarında kompüterlər hər il yarım 2 ildən bir yenilənir. Bunun da obyektiv və subyektiv səbəbləri vardır. Obyektiv səbəblər ondan ibarətdir. Qeyd etdiyim kimi, mikroelektronika inkişaf edir, yeni mikrosxemlər ortaya çıxır və tək element bazası yox, eyni zamanda proqram təminatı imkanları artır. Digər elm və texnologiyaların nailiyyətləri kompüterin, yeni kompüterin meydana gəlməsinə öz təsirini göstərir. Yəni, mən bunu elmi-texniki tərəqqinin bir inkişafı kimi xarakterizə edirəm. Bu bir obyektiv bir prosesdir. Amma onun subyektiv tərəfindən ibarətdir ki, artıq dünyada bilirsiniz ki, rəqabət vardır, iqtisadi proseslər gedir. Dünya bazarında kompüter istehsal edən çox böyük nəhəng şirkətlər vardır. Onların özlərinin də siyasətləri var ki, həmişə bazarda qalsınlar, inkişaf etsinlər, rəqabətli bir mühitdə həmişə qalsınlar, inkişaf etsinlər, qazanc əldə etsinlər və dünyadakı o liderliyi əldən verməsinlər. Yəni, bu da faktdır. Ona görə də bunu mən subyektiv səbəb kimi qiymətləndirirəm ki, kompüterlərin tez-tez belə dəyişməsi, il yarımdan 2 ildən bir dəyişməsinin də başqa bir səbəbi məhz elə bununla bağlıdır. 1971-ci ildə yaradılan mikroprosesorlarda yerləşən tranzistorların sayının eksponensial qanunla artması onların geniş istehsalına təkan verdi. İlk olaraq fərdi kompüterlərin kütləvi istehsalına 1976-cı ildə Apple firması başladı və bir neçə il ərzində fərdi kompüterlərin satışı 2 milyona çatdı. 1981-ci ildən isə IBM firması IBM PC tipli fərdi kompüterlərin istehsalına başladı. Artıq kompüter get-gedə insan həyatının ayrılmaz hissəsinə çevrilməyə başladı. Belə ki, 2009-cu ildə dünyada satılan fərdi kompüterlərin sayı 308 milyon oldu. Kompüter texnologiyalarının sürətli inkişafı hər 2 ildən bir yeni kompüter modellərinin bazara çıxmasına imkan verir. 2010-cu ildə təxminən 360 milyon fərdi kompüter satışa çıxarılmışdır. Və bu da imkan verir ki, eyni zamanda kompüterlərin qiymətinin ucuz olması inkişaf edilmiş ölkələrdə, Amerika Birləşmiş Ştatlarında, Avropa Birliyi ölkələrində ahali 2-3 ildən bir öz kompüterlərini yeni kompüterlərlə əvəz edilməsinə imkan yaratsın. Müasir dövrdə kompüter texnologiyalarının sürətli inkişafı istifadədə olan kompüterlərin mənəvi cəhətdən tez göynəlməsinə səbəb olur. Digər tərəfdən isə 4-5 il müddətində istifadədə olan kompüterlərin hesablama və yaddaş resursları yeni yaradılan proqram məhsullarının tələblərinə tam cavab vermir və bəzi hallarda onları dəstəkləmir. Hər 2 ildən bir kompüter bazarında, dünya informasiya texnologiyaları bazarında yeniliklər müşahidə olunur. Yəni, bu yeniliklərin özləri gəldikcə əlbəttə ki, mövcud olanlara bir qədər təsir edir. Yəni, artıq dünya bazarında belə bir şey müşahidə olunur ki, 2 ildən bir mövcud olan kompüterlərin mənəvi və fiziki cəhətdən köhnəlməsi demək, problemi ortaya çıxır. Yəni, mənəvi köhnəlmə ondan ibarətdir ki, artıq yeni gələn kompüter özünün o imici ilə, özünün o belə deyək ki, təravəti ilə, yeniliyi ilə başqa
başqalarına kölgə salır və onları hörmətdən salır, nüfuzdan salır. Və digər tərəfdən fiziki aşınma əlbəttə ki, ondan ibarətdir ki, kompüterdə demək istifadə olunur, istismar olunur, müəyyən parametrləri köhnəlir. Buna görə də yeni proqram təminatı gəldikcə, yeni proqram o tətbiqləri gəldikcə, həmin o kompüter bu proqram təminatını bəzi hallarda dəstəkləmir, sürəti aşağı düşür və istifadəçilərdə, vətəndaşlarda müəyyən qədər narahatçılıqlar doğurur. Lakin bu tam olaraq köhnə kompüterlərin öz dəyərlərini itirməsi demək deyil. Yeni proqramları dəstəkləməyən kompüter başqa proqramlardan, məsələn, ofis proqramlarından istifadə, internetə çıxış və s. məsələlərdə yararlı olur. Qeyd etdiyimiz kimi, kompüterlərin inkişaf dinamikası təxminən hər 18 aydan bir texniki imkanları 2 dəfə yaxşılaşdırılan yeni modellərin istehsalı ilə müşayiət olunur. Əlbəttə, belə olan halda istifadəçilər də öz kompüterlərini yeni və daha da təkmilləşdirilmiş kompüterlərlə əvəz edirlər. Belə olan halda istifadəyə yararlı, lakin vaxtı keçmiş sayılan kompüterləri nə etmək, harda istifadə etmək sualı meydana çıxır. Demək olar ki, bütün ölkələrdə bu proses getdiyindən köhnəlmiş kompüterlərdən necə istifadə olunması məsələsi dövrümüzün ən aktual problemlərindən birinə çevrilib. Aparılan hesablamalar göstərilir ki, məsələn, Almaniya kimi ölkədə hər il 2,2 milyon kompüter demək istifadədən çıxarılaraq zibilliyə tullanır. Amerika Birləşmiş Ştatlarında 30 milyona yaxın kompüter demək istifadədən çıxararaq demək utilizasiyaya göndərilir. Belə olan halda demək bu kompüterlərdən necə istifadə etmək məsələsi ortalığa gəlir. Avropa ölkələrində bu kompüterlərdən necə istifadə etmək məsələsi ortalığa gəlir və bu istifadə üçün əsasən 2 istiqamətdə işlər aparılır. Birinci halda işçi vəziyyətdə olan, lakin texniki göstəriciləri günün tələblərinə cavab verməyən kompüterlər əhalidən və təşkilatlardan nisbətən ucuz qiymətə alınır, sosial təşəbbüslər və proqramlar çərçivəsində aşağı qiymətə və ya pulsuz olaraq maliyyə imkanları az olan vətəndaşlara, məktəblərə və s. paylanılır. İkinci halda isə fiziki cəhətdən aşılanmış, yararsız hala düşmüş kompüterlər utilizasiya məqsədi ilə xüsusi emal müəssisələrinə göndərilir. Kimlərin imkanı varsa, o mənəvi köhnəlmə problemini həll edə bilirlər. Yəni, mövcud olanı, mövcud olanı imtina edirlər, təzəsini alırlar və əlbəttə ki, bunun özü də təzə alındıqca o köhnə kompüterlər, mənəvi cəhətdən köhnə kompüterlər əlbəttə ki, onların özünün müxtəlif cür reallaşdırılması imkanları meydana çıxır. Biri dostuna verir, biri tanışına verir, biri qonşuna verir və s. Amma ümumi vəziyyət ondan ibarətdir ki, bu mənəvi şəkildə köhnəlmiş kompüterlərin kütləvi şəkildə az təminatlı sosial təbəqəyə ötürülməsi müxtəlif ölkələrdə müxtəlif cür həll olunur. Yəni, bunun özü də dünyada bu informasiya texnologiyalarının çox yüksək sürətlə inkişaf etməsi və mövcud olanlarını elə həmin sürətlə də köhnəltməsi, yəni onu qeyd etdiyim kimi həm fiziki cəhətdən, həm mənəvi cəhətdən köhnəltməsi özü problem yaradırdır. Və bu dünyada, yəni dünyanın inkişaf etmiş ölkələrində bu müxtəlif cür həll olunur. Dünyanın bir sıra ölkələrində maliyyə imkanları az olan sosial qrupları köhnə kompüterlə təmin etmək təcrübəsindən geniş istifadə edirlər. Məsələn, 1993-cü ildən Kanadada ölkənin bir çox şəhərlərində köhnə kompüterlərin qəbul edilməsi üçün çoxsaylı qəbul məntəqələri açılıb. Eyni zamanda elektron qurğuların utilizasiyası ilə əlaqədar ekoloji mühitin qorunması üzrə uyğun qanunlar da qəbul edilib. Bu qanunlara görə vətəndaşlar və təşkilatlar köhnə kompüterləri pulsuz və ya bazar qiymətləri ilə bu məntəqələrə təhvil verə bilərlər. Qəbul məntəqələri ahalidən mənəvi cəhətdən köhnəlmiş kompüterləri ucuz qiymətə ahalidən alır, onları fiziki, kimyavi təmizləyir, işçi vəziyyətə gətirir. İşçi vəziyyətə gətirdikdən sonra Microsoft firmasının nümayəndələri ilə əlaqə yaradaraq ona lisenziyalı ofis əməliyyat sistemi proqramları yazır və bu kompüterləri demək sosial yönümlü demək layihələrin istifadəsinə yönəldir. Sözü gedən kompüterlərin bir qisminin müxtəlif xeyriyyə fondlarının köməyi ilə immiqrantlara kompüterlə işləmək vərdişlərini öyrədən tədris mərkəzlərinə, valideyn himayəsindən məhrum olan uşaqlara, əhlilərə təmənnasız olaraq paylanılır. İngiltərədə fəaliyyət göstərən beynəlxalq kompüter yardımı xeyriyyə təşkilatı köhnə kompüterləri zəif inkişaf etmiş ölkələrə göndərməklə yoxsulluğun aradan qaldırılması problemlərinin həllinə kömək edir. Belə ki, son dövrlərdə bu təşkilat Afrika və Cənubi Amerikanın bir sıra ölkələrinə 200 minə yaxın köhnə kompüter göndərib. Bəzi inkişaf etmiş ölkələrdə köhnəlmiş kompüterlərin onların hissələrinin ikinci əl mağaza şəbəkələrinin köməyi ilə alqı-satqısını təşkil edirlər. İqtisadi cəhətdən zəif inkişaf eləmiş ölkələrdə vətəndaşlar bu kompüterləri ucuz qiymətə əldə etməklə rəqəmsal geriliyi aradan qaldırırlar.
biznes qurumları da bu işə qoşulur. Yəni ki, ikinci əl mağazalar şəbəkəsi deyilən belə bir demək biznes növü də vardır dünyada. Yəni tək kompüterə yox, elə bütün istifadədə olmuş, la belə götürsün əşyalardır, geyimdir və s. bunun ikinci əl mağazalar şəbəkəsi olur. Dünyada bu məşhur sözdür. Yəni bu o deməkdir ki, ikinci əl o mağazalar şəbəkəsi vasitəsilə eyni zamanda bu kompüterləri reallaşdırmaq olar. Bugün Azərbaycanda görürsünüz ki, artıq mobil telefonlar satan küçələr vardır. Bakı şəhərində mobil telefonlar satan küçələr vardır. Yəni bu o deməkdir ki, istifadədə olmuş kim hansı mobil telefon istifadə edirsə, xoşuna gəlmirsə, aparır, verir ora, müəyyən qədər ucuz qiymətli, nisbətən ucuz qiymətən və başqasını götürür. Yəni ya dəyişir, ya da təzəsini alır. Yəni dünyada bu təcrübə vardır. Artıq Azərbaycana da bu gəlir. Yəni Azərbaycan artıq özü sosial-iqtisadi inkişafına görə artıq dünyada belə deyək ki, diqqəti cəlb edən ölkələr sırasındadır. Ona görə də Azərbaycanın da bu kompüterləşdirmə prosesi get-gedə dərinləşir və Azərbaycan vətəndaşları kompüterə, internetə daha da yaxın, demək ki, yaxınlaşırlar və onun imkanlarını istifadə edirlər. Bununla yanaşı bir çox kompüter istehsalçılarının müvafiq xeyriyyəçilik proqramları da var. Məsələn, Dell firması köhnə kompüterləri toplayaraq işlək vəziyyətə gətirir və onları fiziki cəhətdən qüsurlu uşaqlar üçün uşaq evlərinə təmənnasız olaraq təhvil verir. Ölkəmizdə son dövrlərdə sürətli sosial-iqtisadi inkişafın nəticəsi olaraq yeni kompüterlərin sayı əhəmiyyətli dərəcədə artıb. Bunun nəticəsində müxtəlif nazirliklərdə, tədris müəssisələrində, elmi tədqiqat institutlarında və fərdi istifadəçilərdə hesablama və yaddaş resursları nisbətən aşağı olan çoxlu sayda köhnə kompüterlər meydana çıxır. Bu kompüterlərdən məqsədyönlü istifadə etməklə respublikamızda sosial yönümlü İKT layihələri həyata keçirmək olar. Bu cür layihələrin köməyi ilə regionlarda kompüter tədris mərkəzləri açılmalı və kompüteri olmayan gənclərə kompüterlərdə işləmək vərdişləri öyrədilməlidir. Hal-hazırda ölkəmizdə 1 milyondan artıq, yəni milyon yarım təxminən kompüteri vardır. Bu o deməkdir ki, ölkə əhalisinin hardasa bir 15-20% kompüterlə təmin olunubdur. Bu proses get-gedə dərinləşəcəkdir, inkişaf edəcəkdir. Necə ki, mobil telefonlarda artıq demək olar ki, hər bir vətəndaşın artıq mobil telefonları vardır və kompüterləşmə prosesində bu demək ölkəmizdə dərinləşdikcə, genişləndikcə bu köhnə kompüter problemini daha da aktuallaşdıracaqdır. Çünki kompüterlərin sayı artdıqca, insanlarda kompüterlərə böyük maraq artdıqca hər 2 ildən bir dediyimiz o dalğa, dünyada baş verən o kompüter dalğası əlbəttə ki, Azərbaycan bazarına təsir edəcək. Ölkəmizdə köhnə kompüterlərin yenidən istifadə olunmasında bir sıra məhdudiyyətlər var. Məsələn, mövcud qanunvericiliyə dövlət sektorunda fəaliyyət göstərən təşkilat və müəssisələrə məxsus olan fərdi kompüterlər mühasibatlığa əsas vəsait kimi qeydiyyata alınır və təxminən 7 il müddətində istifadədən sonra hesabdan silinə bilər. Bu isə o deməkdir ki, hər hansı təşkilatın kompüter parkı 2-3 ildən bir yenilənməsinə baxmayaraq, orada mənəvi cəhətdən köhnə və artıq istifadə olunmayan köhnə kompüterlər ildən ilə üst-üstə yığılır. Həmin kompüterləri etibarlı şəkildə saxlamaq üçün əlavə otaqlar tələb olunur və ən əsası onları ehtiyacı olan az təminatlı insanlara vermək mümkün olmur. Hesab eləyin ki, 7 ildən sonra biz onu hesabdan siliriksə, o kompüterin heç bir yarasız olmasına gətirib çıxada bilir. Yaxşı ola bilər ki, özə hesabdan silinmək o çox problemli məsələdir. Əgər təşkilat kompüter hesabdan silirsə, o demək kompüter təmiri, servislərlə məşğul olan idarələrə müraciət etməlidir. İdarələr öz ekspertlərini göndərməlidir. Ekspert kompüterə baxır, öz rəyini verdikdən sonra təşkilat ondan sonra o kompüterin demək hesabdan silinməsinə qərar verər. Digər tərəfdən respublikamızda hələlik elektron avadanlıqların utilizasiyası ilə məşğul olan emal müəssisələrinin olmaması səbəbindən təşkilatların tamamilə yararsız köhnə kompüterlərlə bağlı necə qərar vermək məsələsi problem olaraq qalır. Bununla əlaqədar olaraq Bakıda və regionlarda utilizasiya müəssisələrinin yaradılması vacibdir. Çünki köhnəlmiş kompüterlərin zibirxanalara atılması digər ciddi bir problemin, ekoloji problemin yaranmasına səbəb olur. Kompüterlər özləri ətraf mühit üçün çox ziyanlı elementlərin daşıyıcısıdır və ətraf mühitə, yəni ki, o yiyəsiz olan zibilliklərə atıldıqda bu kompüterin özü ətraf mühitin təsiri altında o kimyəvi elementlər demək həmin o kompüterdən ayrılır və ətraf mühitə demək nüfuz etdikcə müəyyən ekoloji problemi yaradır. Kompüterlərin qovşaq və hissələrinin hazırlamasında xrom, sink, barium, berilyum, civə, qurğuşun və s. kimi kimyəvi elementlərdən geniş istifadə olunduğundan onlar açıq havada, zibirxanalarda qaldıqda ətraf mühitin təsirindən eroziyaya uğrayır. Ona görə də inkişaf etmiş ölkələrdə kompüterlərin zibirxanalara və ya təsadüfi yerlərə atılması qəti qadağandır. Bu qadağaya məhəl qoymayanlar üçün müəyyən cərimələr nəzərdə tutulur. Bundan başqa fiziki cəhətdən köhnəlmiş kompüterlərin yenidən emalı üçün bəzi inkişaf etmiş ölkələrdə
təkrar emal zavodları tikirlər. Köhnə kompüterlər bu zavodlarda emal olunaraq qiymətli və əlvan metalları çıxarılır və təyinatları üzrə istifadə edilirlər. Tədqiqatlar göstərir ki, hal-hazırda dünyada 50 milyon tona yaxın elektron tullantı yaranmışdır. Bunun artıq emal olunması bir qlobal məsələyə çevrilmişdir. Əsasən bu kompüterlərin küçələrə atılması, yəni Avropa Birliyi ölkələrində, Yaponiyada, Amerika Birləşmiş Ştatlarında müəyyən qanunlarla qadağan edilir. Yəni küçəyə atılan kompüterləri əgər kimlərsə bunu tutub qeyd edərsə, böyük cərimələr olur. Onu da qeyd etmək lazımdır ki, kompüterlərin utilizasiyasına sərf edilən xərclər onların yenidən emal edilməsindən əldə edilən gəlirlərdən çox olur. Ona görə də inkişaf etmiş ölkələr elektron tullantıları inkişaf etməkdə olan ölkələrə daşıyaraq orada emal edilməsində çox maraqlıdırlar. Bunun təhlükəli tərəfini nəzərə alaraq 22 mart 1989-cu ildə BMT tərəfindən təhlükəli tullantıların transsərhəd daşınmasına və onların məhv edilməsinə nəzarət haqqında Bazel Konvensiyası qəbul edilib. Amerika Birləşmiş Ştatlarında mövcud olan utilizasiya müəssisələri toplanmış tullantıların yalnız 20-30%-ni yenidən emal etmək gücünə malikdir. Qoyulan qadağalara baxmayaraq tullantıların müəyyən hissəsi emal olunmadan zibilxanalara atılır və ya yandırılır. Bu isə ətraf mühiti çirkləndirir və ekologiyaya ziyan vurur. Avropa Birliyi ölkələrində toplanan elektron tullantıların isə 75%-i başqa ölkələrdə utilizasiya edilir. Aparılan tədqiqatlara görə yaxın 10 illikdə inkişaf etməkdə olan ölkələrdə toplanan zərərli elektron tullantıların miqdarı inkişaf etmiş ölkələrlə müqayisədə 2 dəfə çox olacaq. Amerika Birləşmiş Ştatlarının Arizona Universitetinin tədqiqatçıları proqnozlaşdırıblar ki, 2030-cu ildə inkişaf etməkdə olan ölkələrdə hər il tullanan köhnə kompüterlərin sayı 400-700 milyon, inkişaf etmiş ölkələrdə isə 200-300 milyon arasında olacaq. Köhnəlmiş kompüterlərin ətraf mühitə ziyan vurmasının qarşısını almaq üçün nəhəng kompüter istehsalçıları Dell, HP, Apple və s. əhalidən köhnə kompüterləri toplayaraq onların sahiblərinə sertifikat verir və istifadəçilər də bu sertifikatlardan istifadə etməklə ucuz qiymətə yeni kompüterlər alırlar. Yaponiyada köhnə kompüterlərin utilizasiyası ilə bağlı yeni qanunlar qəbul edilib. Həmin qanunlara görə köhnə kompüterlər zibilxanalara atıla bilməz. Onlar mütləq emal müəssisələrinə göndərilməlidir. Kompüterlərin qəbulu və emal zavodlarına göndərilməsi poçt şöbələri vasitəsilə həyata keçirilir. İstifadəçilər internet vasitəsilə istehsalçı firma ilə əlaqə yaradır və uyğun elektron sənədlər doldurulduqdan sonra kompüterləri göndərirlər. Yaponiyada utilizasiya prosesini kompüter istehsal edən nəhəng şirkətlər Toshiba, NEC, Fujitsu, Sony və s. həyata keçirirlər. Hər il təxminən 460 min köhnə kompüter utilizasiya edilir. Dell firması 2003-cü ildən başlayaraq öz köhnəlmiş kompüter məhsullarını $15 qiymətinə qəbul edərək onların utilizasiyasını həyata keçirir. Hazırda bizim ölkədə də elektron tullantıların utilizasiyasını həyata keçirən müasir emal müəssisələrinin olmaması müəyyən problemlər yaradır. Odur ki, sosial-iqtisadi inkişafın nəticəsi olaraq yaxın gələcəkdə elektron tullantıların miqdarının kəskin artması gözlənilir. Bu da indidən müəyyən tədbirlərin həyata keçirilməsini zəruri edir. Tamamilə o funksionallığını itirən kompüterlərin və digər elektron avadanlıqlarının utilizasiya olunması üçün, yəni tamamilə məhv olunması üçün Azərbaycanda xüsusi zavodlar tikilməlidir. Yəni dünya təcrübəsi bunu deyir ki, bunları belə atmaq Azərbaycanda ekoloji vəziyyətə böyük ziyan vura bilər. Eyni zamanda köhnə kompüterlərin zibilxanalara atılmasının ətraf mühitə ziyan vurması ilə əlaqədar onların məhv edilməsi məsələləri öz müsbət həllini tapmalıdır. Çünki əks halda ekoloji fəlakət qlobal xarakter almaqla bəşəriyyətin gələcək inkişafı üçün ciddi problemə çevrilə bilər.